Əbu Cəfər Hüseyn Allahkərəm Fərəcullah Muradyan 1981-ci ilin martında uşaqların Basideraz dağında başqa bir əməliyyat keçirdiklərini eşitdik. Qərara gəldik ki, Əndərzqu dəstəsinin uşaqları da düşmən mövqelərinə partizan hücumuna keçsinlər. Bu işə İbrahim, Vahab Qəmbəri, Rıza Quduni və mən seçildik. Yerli Kürdlərdən Şahrux Nurayi və Hişmət Kuhpeykər də bizimlə gəldi. Özümüzlə ərzaq, silah və bir neçə mina götürüb hava qaralanda daha doğru yola düşdük. Yüksəkliklərdən keçib Gilan düzünə çatdıq. Hava işıqlaşanda uyğun bir yerdə yerləşib gizləndik. Gün boyu istirahətlə yanaşı düşmən mövqelərini və yollarını öyrəndik. Xəritə hazırladıq. Qarşımızdakı düzdə iki yol vardı. Biri asfalt, o biri isə torpaq yolu idi. Və hərbi fəaliyyət üçün istifadə olunurdu. Bu iki yolun arasında təxminən 5 kilometr məsafə vardı. İraq ordusunun bir bölüyü təpələrdə və yolların kənarında yerləşib təhlükəsizliyi qoruyurdu. Hava qaralanda namazı qılıb yola düşdük. Rıza Quduni ilə mən asfalt yola, digər uşaqlarsa torpaq yola getdilər. Yolun kənarında gözlədik. Yol boşalan kimi cəld hərəkətə keçib çalalarda avtomobil əleyhinə 2 mina quraşdırdıq. Üzərini bir qədər torpaqla örtüb yola düşdük. Düşmən qüvvələrinin get-gəlindən onların hələ Basiderazın üstündə vuruşduqlarını bilmək olurdu. Əksər maşınlar və şəxsi həyat ora gedirdi. Hələ torpaq yola çatmamış dəhşətli bir gürültü eşitdik. Birdən hər ikimiz oturub geriyə baxdıq. Bir düşmən tankı minaya düşmüşdü və yanırdı. Bir neçə saniyədən sonra tankın içindəki mərmilər də bir-bir patlamağa başladı. Tank elə yanırdı ki, bütün düz işıqlanmışdı. İraqlıların ürəyinə böyük qorxu və təşviş düşdü. Keşikçilərin əksəri hara gəldi atəş açırdı. İbrahim gilə çatanda onlar da işlərini bitirmişdilər. Birlikdə daha doğru yola düşdük. İbrahim dedi ki, səhərə qədər vaxtımız çoxdur. Silahımız və partlayıcı maddələrimiz də var. Gəlin puska qurub düşməni daha çox qorxudaq. Hələ İbrahimin sözləri bitməmiş torpaq yoldan başqa bir gürültü qopdu. Bir düşmən avtomobili minaya düşüb partladı. Əməliyyatın uğurlu alındığına görə hamımız sevinirdik. Düşmənin atəşi daha da çoxaldı. Bizim orada olduğumuzu bildiklərinə görə raket və fişəng yatırdılar. Biz də tələsik daha yollandıq. Qarşımızda bir təpə vardı. Birdən onun arxasından bir SUV avtomobili bizə doğru gəlməyə başladı. O qədər yaxındaydı ki, fikirləşməyə macal qalmadı. Uşaqlar tez mövqe seçib avtomobilə atəş açmağa başladılar. Biraz sonra ona yaxınlaşdıq. Yüksək rütbəli bir zabitlə sürücüsü həlak olmuş, rabitəçi isə yaralanmışdı. Onun ayağına güllə dəymişdi və dayanmadan zarıyırdı. Uşaqların biri silahını hazırlayıb rabitəçiyə doğru getdi. Rabitəçi dayanmadan deyirdi. Əl-əman, əl-əman. İbrahim özündən asılı olmadan qışqırdı. Nə etmək istəyirsən? Heç onu rahatlaşdırmaq istəyirəm. Dost, atəş açanda o bizim düşmənimiz idi. İndi isə başının üstünə gəlmişik və o əsirdir. Sonra rabitəçiyə yaxınlaşdı. Onu qaldırıb çiyninə atdı və yola düşdü. Hamı İbrahimin hərəkətinə təəccüblə baxırdı. Biri dedi. Ağa İbrahim, bilirsən nə edirsən? Buradan bizim mövqelərə qədər dağların arası ilə 13 kilometr yol var. Güclü bədəni Allah bu günlər üçün verib. Sonra daha doğru getməyə başladı. Biz də tez avtomobilin içindəki əşyaları və rasiyanı götürüb yola düşdük. Dağın yamacında biraz istirahət edib İraqlı yaralının ayağının yarasını bağladıq. Sonra yenidən yolumuza davam etdik. 7 saat piyada gedəndən sonra təmas xəttinə çatdıq. İbrahim yolda İraqlı əsirlə danışır, o da dayanmadan İbrahimə təşəkkür edirdi. Sübh azanında təhlükəsiz bir yerdə cəmaat namaz qıldıq. Əsir də bizimlə namaz qıldı. Orada onun şia olduğunu bildim.
Namazdan sonra bir qədər çörək yedik. Nəyimiz vardısa, İraqlı əsir daxil hamıya bərabər böldük. Bizdən belə yaxşı rəftar gözləməyən əsir özünü təqdim etdi. Mənim adım Əbu Cəfərdir. Kərbəla şəhərindənəm. Mən sizin belə olduğunuzu əsla düşünməzdim. Çox danışdı. Biz yalnız bəzi sözlərini başa düşürdük. Hələ hava işıqlanmamış, yaxınlıqdakı Seyrə mağarasına gedib istirahət etdik. Rıza Qudini kömək yollamaq üçün öz mövqelərimizə getdi. Bir saatdan sonra Rıza maşınla və köməkçilərlə gəlib uşaqları səslədi. Rızadan vəziyyəti soruşanda dedi: Mağaraya qaydanda birdən yerimdə donub qaldım. Mağaranın önündə silahlı adam oturmuşdu. Əvvəlcə dedim yəqin sizdən biridir. Yaxınlaşanda isə gördüm ki, İraqlı Əbu Cəfər əlində silah keşiş çəkir. Onu görən kimi rəngim qaçdı. O isə məni salamladı və silahı təhvil verdi. Sonra da ərəbcə dedi: Sizin yoldaşlarınız yatmışdılar. Mən İraqlı keşikçilərin buradan keçdiklərini duyub gəldim ki, yaxınlaşsalar onları vurum. Uşaqlarla düşərgəyə getdik. Əbu Cəfəri bir neçə gün yanımızda saxladıq. Yolda çəkdiyi əziyyətə görə İbrahim xəstəxanaya getdi və bir neçə gündən sonra qayıtdı. Onu görəndə hamı sevindi. Dedim ki, Qərb korpusunun uşaqları sənə təşəkkür etməyə gəliblər. Təəccüblə dedi. Nəyə görə, nə olub ki? Dedim. Gəl, görəcəksən. İbrahimlə birgə korpusun qərargahına getdik. Korpusun işçisi danışmağa başladı. Sizin gətirdiyiniz İraqlı əsir düşmənin 4-cü diviziyanın rabitəçisiymiş. O bizə olduqca dəyərli məlumatlar verdi. Bu əsir 3 gündür danışır. Verdiyi məlumatların hamısı doğrudur. O, müharibənin ilk günündən bu bölgədə olub. İraq hərbçilərinin keçdiyi bütün yolları və bütün rasiya parollarını bizə deyib. Buna görə sizə təşəkkür etmək istədik. İbrahim gülümsəyib dedi. Əşi, biz kimik ki? Bu Allahın işiydi. Ertəsi gün Əbu Cəfəri əsir düşərgəsinə göndərdilər. İbrahim nə qədər çalışdısa da, onun bizim yanımızda qalmasına nail ola bilmədi. Bunu onun özü xahiş etmişdi və bəzi qüvvələri ilə vuruşmaq istəyirdi. Bir müddətdən sonra İraqlı əsirlərin bir qisminin Təvvabin, Tövbə edənlər adlı bir qrup yaradaraq cəbhəyə gəldiklərini eşitdim. Onlar mühacir İraqlılardan ibarət Bədir briqadasının döyüşçüləri ilə birgə Səddama qarşı vuruşurdular. Axşam üstü idi. Dəstənin qədim uşaqlarından biri yanıma gəlib sevincək dedi. Sənə yaxşı xəbər gətirmişəm. İraqlı Əbu Cəfər Bədir briqadasında döyüşür. Əməliyyatdan sonra dostlarla birgə Bədir briqadasına getdik. Fikirləşdik ki, nəyin bahasına olursa olsun, Əbu Cəfəri tapıb öz dəstəmizə gətirəcəyik. Briqadanın binasına daxil olanda isə yerimizdə donub qaldıq. Divara briqadanın şəhidlərinin şəkilləri vurulmuşdu. Biz axırıncı əməliyyatın şəhidləri arasında Əbu Cəfərin fotosunu gördük. Qəribə hisslər idi. Lal dinməz şəklə baxdıq. Və daha binaya girmədik. Həmin gecənin bütün xatirələri təsəvvürümdə canlandı. Düşmənə hücum, İbrahimin fədakarlığı, İraqlı rabitəçi, əsir düşərgəsi, Bədir briqadası, sonra da şəhadət. Xoşalına.